Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 10 minlik elektrik xətti qırılıb və ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayanıb. Hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan Mercedes və Hyundai markalı avtomobillər toqquşub. Zərbənin təsirindən Hyundai markalı avtomobil aşıb. Qəza nəticəsində Lənkəran rayonunun Şağla Küçək sakini 21 yaşlı Fikrət Nurullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir. Qeyd edək ki, qəza zamanı 10 minlik elektrik xəttinin qırılması səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb. Faktla bağlı araşdırma aparılır.